Uşaq vaxtlarından rəsmlə çox maraqlanmışam. Həqiqətən elə 6 yaşından, 7 yaşından mənə kursa qoymuşdu. Həmin vaxtlardan istedadım bilinməyə başladı. Həmçinin də rəqsə gedirdim. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə mən 14 yaşımda tanış oldum. Bura gələn dövrdən, yəni çox qaynadım, qarışdım. Buranın müəllimlərin peşəkarlığı ilə də tanış oldum. Mən bura gələndə çox depressiv insan idim. Yəni nə olsun ki, uşaq idim də, yəni özümə çox güvənmirdim, heç bilmirdim ki, haçansa, yəni burada da mənim rəsmlərim olacaq. Bilmirdim ki, belə bəyənəcəklər mənim rəsmlərimi, bilmirdim onu. Mən heç bilmirdim ki, burada 2 təmsil oynayacağam və hamı mənim rol oynamağımı bəyəndi. Uşaqlar içərisindən çox seçilirdim. Yəni heç bundan gözləmirdim ki, belə bir şey olar. Bu mənim böyük bir uğur hekayəm olub. Mən burada özümü doğrultmuşam və burada özümü tanımışam. Rəssamlıq işimi, rəhbərlikdə də artıq, yəni demək olar, peşəkar səviyyəyə gəlmişəm. Gələcəyə ən böyük planım sosial üzrə mütəxəssis olmaqdır. Buradakı sosial işçilərə baxaraq mən həvəsləndim, ilhamlandım. Çünki mən də istəyirəm ki, buradakı sosial işçilər kimi həmçinin də uşaqlara, əlillərə və s. kimi insanlara enerjini əl uzadım.